Sabahın xeyir Azərbaycan. Polietilen torbalardan istifadə edirsinizmi? Bu maraqlı sualdan Bakı sakinlərinə yaxınlaşacağıq. Mağazində verirlər, edirik də. Ümumilikdə, yəni polietilen torbalardan hamı kimi istifadə edirik, amma istifadəsini azaltmaq lazım. Arada olur ki, marketlərə gedəndə öz məsəl üçün kağız kisələrimizi aparırıq, istifadə edirik. Amma hər dəfə olmur da. Elə olur ki, evdən getmirsən marketə, məsəl üçün çöldən gələndə nəsə almaq məcburiyyətinə qalırsan. Müəyyən aldığın əşyaları hansısa bir torbaya qoymaq məcburiyyətindəsən. Ona görə məcburən istifadə edirik. Ekologiya üçün zərərlidir, amma məcbur istifadə edirik. Parça torbalar marketdə olsa, məncə əlverişli olmaz, çünki onlar balaca olur. Yəni marketdən alınan şeyləri nəzərə alsaq ki, böyük şeylər olur, daha ölçü baxımından. Baxıram, reklamda da verirlər ki, onların ömrü çoxdur, çürümürlər, təbiətə ziyandır. Onu bilirəm, ancaq istifadə etməyə məcbursan, evə nəyisə aparmalısın, nəyisə içində. İstifadə etməsə tülürsən gedir. Amma yaxşı olar ki, onları həsir torbalarla, kağız torbalarla, sonra başqa materiallarla istəsə daha yaxşı olar.